Salamlar, bugün sizi Elxan Elatlı'nın inanılmaz dərəcədə gərgin və həyəcanlı romanı olan Xəyanətin dərinliklərinə aparacağıq. Gəlin birlikdə bu mürəkkəb aldatma şəbəkəsinin içində nələr gizləndiyinə nəzər salaq. Hər şey faciəvi bir ölümlə və bax, bu lənət dolu məktubla başlayır. Bu sözlər elə sarsıdıcıdır ki, sanki cinayət hələ araşdırılmamışdan əvvəl artıq həll olunub. Amma görəsən, hər şey göründüyü qədər sadədirmi? Deməli, hekayemiz gənc, istedadlı bir universitet tələbəsi olan Venera Muradzadənin intiharı ilə başlayır. Onun geridə qoyduğu məktub isə birbaşa çox güclü, çox nüfuzlu bir adama işarə edir. İlk baxışdan elə bil hər şey aydındır. Qurbanın öz əli ilə yazdığı məktubda təcavüzkarının adı açıq-aydın yazılıb. Niyazi Məlikxanlı. Və bu sadəcə bir ittiham deyil, cəmiyyətdə tanınan bir adamın bütün həyatını, karyerasını məhv edə biləcək bir ləkədir. Məlikxanlı təbii ki, çarəsiz vəziyyətdədir. Günahsız olduğunu israrla təkrarlayır və adını təmizə çıxarmaq üçün son bir ümidə sarılır. Ölkənin ən əfsanəvi özəl xəfiyyəsinə. Və bax, məhz bu nöqtədə hekayənin bütün axarı dəyişir. Səhnəyə Qambay Qasımlı daxil olur. O, elə bir xəfiyyədir ki, onun iş üsulları zəkası qədər qeyri-adi və təxmin edilməzdir. Bilirsiniz, Qasımlını digərlərindən fərqləndirən əsas cəhət onun sanki fövqəladə təbii, gücə malik qoxu bilmə hissidir. Bu, onun gizli silahıdır və bir çox açılmaz deyilən cinayətlərin üstünü məhz bu qabiliyyəti sayəsində açıb. Məlikxanlı ilə ilk görüşündə isə Qasımlının diqqətini tamamilə başqa bir şey çəkir. Məlikxanlının həyat yoldaşı Gülafətdən gələn ətir. Bu adi bir qoxu deyil. Bu, Qasımlının illərdir heç kimdə rastlaşmadığı, yalnız və yalnız mərhum həyat yoldaşına məxsus olan o nadir ətirdir. Təsadüf, Qasımlı üçün bu dərhal şübhələri alovlandıran bir qığılcımdır. Elə ki, Qasımlı bu rəsmi hekayədən şübhələnməyə başlayır, Məlikxanlıya qarşı dəlillər daha da güclənir, demək olar ki, danılmaz bir hal alır. Və istintaqdan sarsıdıcı bir zərbə gəlir. Məhkəmə tibbi ekspertiza Veneranın bədənindəki bioloji nümunələri analiz edir və nəticə bir mənalıdır. DNT birbaşa Niyazi Məlikxanlınınki ilə üst-üstə düşür. Bu, artıq intihar məktubundakı iddianı tamamilə sübuta yetirir. Təbii ki, bu dəlillərdən sonra Məlikxanlı tamamilə küncə sıxışdırılır. O, sürücüsünün bağ evində ev dustaqlığına salınır və cəmiyyət qarşısında bütün reputasiyası məhv olur. Amma hekayə burada bitmir, əksinə daha da qarışır. Məlikxanlı güllə yarasından ölü tapılır. Rəsmi versiyaya görə bu işdəki ikinci intihardır. Ancaq həqiqətənmi belədir? Bir insan bu qədər təzyiqə dözə bilməyib özünü öldürərmi? Hadisə yerinə gələn Qasımlı üçün isə nəsə heç də düz gəlmir. Rəsmi hekayə onun məntiqinə sığmır və onun iti gözləri heç kimin fikir vermədiyi bir detala ilişir, yaxınlıqdakı tonqalın küllərinə. Və beləliklə əsas məqama gəlib çatırıq. Qasımlı anlayır ki, bu iki ölüm əslində bir-biri ilə əlaqəli, inanılmaz dərəcədə mürəkkəb və amansız bir planın parçalarıdır. Və pərdə arxasındakı həqiqət üzə çıxır. Qasımlı aşkar edir ki, bütün bu hadisələrin arxasında Məlikxanlının ən çox etibar etdiyi, can dostu bildiyi, iş ortağı olan Ruslan Dadaşov dayanır. Bu, xəyanətin ən amansız, ən ağlasığmaz formasıdır. Ruslanın planı sözün əsl mənasında şeytani dərəcədə məkirli idi. O, əvvəlcə rüşvətxor bir həkim vasitəsilə Məlikxanlının DNT nümunəsini oğurluyur. Sonra bir jurnalistdən istifadə edərək Veneraya yaxınlaşır və oğurladığı nümunə ilə ona qarşı təcavüz ittihamı qurur. Qızı məcbur edib intihar məktubunu yazdırdıqdan sonra izi tapılmayan ilan öpüşü adlı zəhərlə onu öldürür. Son və ən vacib addım isə Məlikxanlının qətlini intihar kimi göstərməkdir. Bütün bunlar niyə? Təbii ki, onun nəhəng biznes imperiyasını tək başına ələ keçirmək üçün. Bəs Məlikxanlının ölümü? Bax, bu, Qasımlının zəkasının parladığı andı. Ruslan cinayət silahı olmadan qətli necə törədə bilmişdi? O, tonqalın içinə qalın kağıza bükülmüş bir güllə yerləşdirmişdi. İstinin təsiri ilə partlayan güllə Məlikxanlını öldürmüş və geridə heç bir iz, heç bir silah buraxmamışdı. Sanki mükəmməl cinayət. Yaxşı, bəs bütün bu mürəkkəb, qanlı planın arxasında dayanan əsas motiv nə idi?
Cavab çox sadə və əsrlərdir dəyişməyən bir hissdir. Tamahkarlıq. Sən denə, Ruslan illərdir Məlikxanlının bütün şirkətlərini pərdə arxasından gizli şəkildə idarə edirmiş. Bütün gəlirləri özünə yönəldir və sadəcə hər şeyi tamamilə ələ keçirmək üçün doğru anı gözləyirmiş. Amma ədalət deyəsən öz yolunu tapır. Ruslan həbs olunmağa macal tapmamış, yüksək sürətli bir avtomobil qəzasında həlak olur. Beləcə, bu qanlı hekayənin sonuncu, ən vacib ipucu da öz sonluğuna çatır. Və sonda roman bizi çox dərin bir sualla baş-başa qoyur. Ən böyük xəyanət hansıdır? Dosta edilən xəyanət, sevgiyə edilən, yoxsa bəlkə də insanın öz-özünə etdiyi xəyanət? Ümid edirəm xəyanət romanının bu dərinliklərinə etdiyimiz səyahətdən zövq aldınız. Əgər belədirsə, bilin ki, Sətiraltı kanalında sizi bunun kimi daha çox maraqlı ədəbi təhlil gözləyir. Ona görə də növbəti hekayələri və təhlilləri qaçırmamaq üçün Sətiraltı YouTube kanalımıza abunə olmağı və bildiriş düyməsini aktiv etməyi əsla unutmayın. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Növbəti dəfə hansı kitabı təhlil etməyimizi istəyirsiniz? Bunu şərhlər bölməsində mütləq bizə yazın. Və bir də, əgər təhlil etdiyimiz kitabları özünüz də oxumaq istəyirsinizsə və onların PDF versiyasını əldə etməkdə maraqlısınızsa, bunu da şərhlərdə qeyd edin. Bizimlə olduğunuz üçün çox sağ olun.